Herkese selamünaleyküm dostlar. Bugünleri hesap tanıtım videosu çekeceğiz. Size bugünleri hesabımı göstereceğim. Düzdür hesabımız biraz kasıp hesabıdır. Ama yine de nadir sayılabilecek, ne bileyim, nadir sayılabilecek şeyler var daxil. İlk önce size paltarlarımı ve envanterimi göstermek isteyeceğim. Paltarlar bölümünde burada bazı destansı paltarlarımız var. Çoxu RP'den gəlmədi veya ödül yolundan. Ama bu paltarlar, bunlar hamısı zəhmətlə işləyib alınmış. Paltarlarda zəhmətlə işləyib alınmış. Hər neysə. Bak bu paltarı bir dönem mən çox istəyirdim. Yəni mənim short videolarımı izləyənlər bilər. Bu paltarla mən yəni xəstəsi idim. Yəni çox xoşlayırdım bu paltarı. Kasklar bölümünde keçsəksə, buradan nadir sayılabilecek medium kaskı var. Buz diyarı kaskımız var. Burada bazı ödül yolundan gelen kasklar var. Yani kask baxımından normaldır. Yəni pis hesab deyil. Mənim isə ən çox bu kaskdan xoşum gəlir və bunu işlətirəm. İnşallah hamıya da, olmayanlara da, mənə də Allah dikanlı kask nəsib eləsin. Başlıqlar bölümündə də ki, belə bir şeylər var. Bunu keçən dəfə axmaq kimi bunu 2 abunəm verib aldım. Gəl almazdım. Ondan sonra yığıb o set alardım. Seri katil setini. Burada da askilərdə ki, belə bir askilər. Mən çox vaxt bununla bunu istifadə edirəm. Bununla bir də ki, bunu istifadə edirəm. Yox, bununla bunu istifadə edirəm mən çox. Bu daha çok qəşəngdir. Maskalar bölümündə də ki, maska çox giyindiyim bir şey deyil. Əvvəllər bununla bunu çox giyinirdim. O pis kombin de olmadı. Sonra çox vaxt mən bunu giyinirəm, maska kimi. Bu boğazlığı giyinirəm mən çox vaxt. Diliyimdə zətdə. Kombin yaratabileceğimiz şeyler de ki, bunlardır. Siz mənim kombimi bilirsiniz çoxları. Mənim videolarımı izləyənlər mənim kombimi bilir. Budur. Bu köynək mənim kombimin bir parçasıdır. Və bununla yaxşı kombin yığmaq olar. Bununla bu bilmirəm nə poxdursa. Sonra başka neler var burada? Ya başka bir şey yoktur. Burada hamısı zibildir. Çantalara baxanda da ki, mən ən çox xoşladığım çanta budur. Futbol çantası. Çox xoşlayıram bunu. Qalan çantalar da ki, heç vecimə də deyil. Sonra kombinimizin altı isə baxın budur. Cins şalvar. Cins şalvar mı ne? Ha. Bax bu. Bu şalvar mənim kombinimin bir parçasıdır, amma ayaqqabı da qaldı. Burada dollar setimiz də var. Bu mənim hesabım Amerika sunucusundadır deyə və hələ də Amerika sunucusundadır. Ona görə mən bu dollar setini ala bilmişəm. Yəni burada dükkana da gəlsən, ödülləri al. Gördüyünüz kimi Amerika sunucusudur. Globalda belə şeylər yoxdur. Əgər siz də istəsəz dollar setini necə almaq olar, necə Amerika sunucusunda keçmək olar, necə dollar setini almaq olar, yorumlarda bildirərsiniz. Mən sizə hər şey addım izah eləyərəm. Siz heç narahat olmayın. Bu arada bunun yerinə ağ kristal deyil, qırmızı kristal deyil, göy kristaldan istifadə edir Amerika sunucusunda. Yəni fərqli şeylər var. Bu şalvarlara baxdıq, sonra bu da qəşəngdir. Və dostlarımın çoxsu bu TDM-də bunu geyinirlər. Amma mən bunu xoşlayıram. Bir də ki, bunu. Yəni mənim kombinim budur. Yəni mənim izləyicilərim bunu bilməlidir. Sonra ayaqqabı da ki, budur. Mən çox vaxt bunu geyinirəm, bu ayaqqabını. Bu ayaqqabının adı neydi belə? Bez ayaqqabısı. Bez nə? Sizə hörmət edin. Bunu ad da qoymuşsunuz belə qəşəng ayaqqabıya. Neysə. Burada belə biz pox ayaqqabılar da var, zibil. Neysə bunları keçimizə əlcəyimiz də ki, yox əşya, havadan olacaq ha, biz esporcuyuq ya. Silahlar bölümündə də ki, burada bir dənə AKM-nin, bir də ki, bu silahların deşimi yoxdur. Qalanları məsələn, hani Blogger'dir, nə bilim, nədən bunu? Badger.
Honeybadger. Bu silahdan çox xoşum gəlir. Amma belə istifadə edildiyim silah deyil, amma yaxın təmasda həqiqətən hassasiyyətiniz yaxşıdırsa dəhşət heysi atır. Yəni bu silahla oynamağa dəyər. AUG-dur, Grozadır, xüsusən M4-dür, Buz Diyarı. O da belə birazdan yüksəldilən silahlar bölümündə sizə deyəcəm. Buradadır ki, kəskin nişancılarda burada bir desin. Bunlar belə, bunlar belə, bunlar belə, bunlar belə gedir. M249 DP desəni yoxdur. Belə gedir. Daha sonra isə burada maşın desenlərinə baxsaq, burada bu uvazlı bir desenimiz var. Üstü açıq uvazlı bir desenimiz var. Pick-up'da burada yoxdur. Bizdə Tesla Harpun'dur. Kasıbardan bizim Tesla'dadır. Sonra burada bir də beləcimiz maşınımız var. Bunun videosunu çəkmişdim, short videosunu. Çox izlənib və bəyənənlərimiz də olub. Bu maşında ikinci səviyyəsi BMW-yə oxşayır. Yəni bunu almağı məsləhət görürəm. Əgər 250 uğurlu paranız varsa bunu almağı məsləhət görürəm. Burada belə bir bu maşından nə idi belə? Sedan idi, nə idi? Sedan desən ha. Bu maşından da mənə çox xoşum gəlir. Bu maşının dizeli də qəşəngdir. Biz belə seriozlu şeylər geymirik, daha neysə. Bunların bu ikisinin də deseni yoxdur. Burada nə olacaq? Bir dənə Ferrari'lər, nə bilim, Bugatti'lər, Lamborghini'lər zətdə bizdə şey yoxdur. Burada da ki, bir dənə Ferrari deseni var da yoxdur. Başqa nəyimiz var? Motosikletdə heç nəyimiz yoxdur. Buggy'də də ki, bu Buggy'ni tezə almışam. Bunun videosunu, short videosunu attım. Ancaq təəssüf ki, az izlənmə aldı. Yəni indicə attım, neçə dəfə attım, paylaşdım ki, bəlkə baxış çoxalar. Olmadı. Yəni baxış zibil kimidir deyil. Burada da ki, ən əfsanəvi maşınımızsa bu canavar kamyon, canavar maşın. Bu maşını çəkildən çıxardıq uğurlu parayla. Yəni çox mükəmməl bir şansdır. Bu uğurlu parayla almaq istəsəniz 800 uğurlu para verməlisiniz. Yəni 800 uğurlu para zarafat bir şey deyil. Yəni çox bahalıdır. Ona görə belə şansı dəyər. Budur ki, bonus pasdan gəlmişdi, səhv bilmirəmsə. Yoxsa nə bilim daha nələrdən gəlmişdi. Buradan isə emojilərdir, zatdır. Burada belə emojilərimiz var. Sonra mənə xoşladığım emojilər budur. Sonra burada belə imajları var. Bunlar çox sonra Royal Pass'dan alınmadı. Başqa neyimiz var burada? Başqa bunların heç bir manası yoxdur. Paraşüt desenləri də ki, ən çox bunu istifadə edirəm. Bir də ki, bu paraşütü istifadə edirəm. Burada paraşüt deseni çoxdur, amma mən onları işlətmirəm. Sonra burada iki dənə beləcimiz kaykayımız var. Mən bunu işlətirəm. Yəni biz də müasirlədiniz biraz. Burada təyyarə desenlərinə baxsaq. Təyyarə desenləri bunlardır. Royal Pass'dan alınır. Sonra bunlar nədir bilmirəm. Bomba deseni burada yüksəldən bomba var. Sonra burada belə şeylər var. Molotov var. Arxa plandır ki, bu var. Mən çox bunu xoşlayıram. Yəni eskilərdəniz. Türklər demişkən, eskilərdən. Bunun ki, adımızı belə göstərən nişan var. Mən bundan xoşum gəlir. Futbol, Qafqaz. Qoy, hamı adımızı bilsin. Buradadır ki, mən bunu istifadə edirəm. Bu baxışı. Sonra buradadır ki, belə kimi şeylər yoxdur. Bu zibil şeylər. Envantərdə belə şey yoxdur. Deyə bağlı bir şey zat. Yəni, kasıbı olanından da kasıbı neyi var? Bura bu şəkildə görmüş olduğunuz kimi, yəni belə pahalı, aşırı bir şey yoxdur bizdə. Yəni kasıbda nə varsa bizdə də o var. Bir də dostlar, əgər videonu bəyənib şərhləri, yorumunu bildirən dostlarımıza, yorum yazıb ID-sini buraxan dostlarımıza bu popülərlikləri, bunları hədiyyə eləyəcəm, oldu mu?
Başka harda var. Başka benim bir şeyimiz yoktu. Keçək yüksəldiyindən silahlar bölməsinə en xoşladığım yanına kadar. Sonra burada böyle bir esinlerimiz var. Bunun da videosunu atmıştım geçen defa. Yani bunu havaya yükseltmişim. Havaya almışım. Yani havayı. Bu da ki bu Kar 98'i ise biz Royal Pass'tan almışıq. Yani bunu istifadə eləmirəm. Yani çünki Kar 98'in var yüksələnlər onun birisi var. Bunlar da ki belə silahlardır. Bunlara ümumiyyətlə yüksəltmək fikrim yoxdur. Bunlar da burada havayı yükseltmişəm. Havayı deseydi ki yani 2-3 dənə malikanə qurulmuşuz. Burada da böyle bir silah var. Bu da Royal Pass'tan. Ama ben böyle istifadə eləmirəm. Burada böyle bir bıçağımız var. Ölüm duyurusu var. Burada böyle bir karımız var. Dediğim kar 98 buydu. Ben bunu istifadə edirəm. Burada böyle bir MG'miz var. İstəyirəm bunu yükseldim. Bir dəqiqə yüksəltsəm bunu 2 səviyyə çıxarabilirim. 3 səviyyə, 4 səviyyə eləmək üçünsə bunu 4 dənə material lazımdır. 4 dənəyə opsidə, yəni bura 1, bura 1, bura 2. Opsi 4 dənə çıxır. Burada belə bir silahımız var. Thompson. Bu bilmem ölüm duyurusunu çıxartdım mı, çıxartmayayım mı? Yorumlarda mənim də məsləhətlərsiniz yaxşı olar. Amma mənim çoxları bu deyir ki, buz diyarını yüksəlt və vurma effektinə çatdır. Mənim də buz diyarını yüksəltməyi də bilmirəm. Yəni buz diyarını yüksəldəcəm. Allah etmə bizə balkonun meselesine bunu. Başka nəsə qaldı mı? Yoksa başka hiçbir şey kalmadı. Yani bu kadar idi. Hesabımız belədir. 39 kolleksiya və 40 kolleksiya olmağa çox az qalıb. Kolleksiyaya baxsaq, yəni 44 uzaqdayıq. Sadəcə 44. Buradaki 39 destansı göstərir, amma bu belə deyil. Bu 39 destansı deyil. Bu 20 burada 39 29 destansı göstərir. 29 destansı. Ama bu 29 değil, 24'tür. 24'tür. Yani destansı gösterişe baksanız 24'tür. Burada başka neyimiz var? Gözlüyüm. Bir de ki yüksəldən silahlar barədə bir şey de demək istəyirəm. Yəni dostlar, bəziləriniz deyə bilər ki, UC vurmusan, UC hələ, UC belə, UC olsa mən də o qədər yüksəldirəm. Dostlar, mən Royal Pass açmışam təkcə. Yəni, bax, bu 1, bu 2, bu 3. Sadece bu 3 silahı mən Royal Pass'tan almışam. Yəni, son 3 sezondur mən Royal Pass açıram. Bildinizmi? Yəni, bu dəqiqə girib də göstərə bilərəm ki, gözləyin, ən yaxşı göstərir. Yəni, mən bunları, bu silahları, bu üçünü Royal Pass'tan çıxarmışam. Qalanları bunlar hamısı halal zəhmətlə oynayıb qazandığım silahlardır. Bunlar da ki, bəxtə çıxıb. Bu çox böyük şansa çıxıb. Yəni, Azərbaycanda çox az insana, yəni çox az oğlan bu çıxarta bilər də. Yəni, çox çətin çıxartmaq, çox. Sonra burada bax, bu silahdır. Bunu 100 billah da zəhmətlə bunu şey eləmişik, yüksəltmişik. Məsələn, bax, bu dəqiqə bunu full səviyyə getirməsəydim, bu dəqiqə M4'ümü vurma effektinə çıxartmışdım çoxda. Bu silahlar da ki, hamısını havaya yüksəltmişəm. MG-dir ki, MG gəlsək bu 180 ya da 200 uğurlu paraya almışdım mən. Yəni çox çətin çıxarmışdım. Bu MG-dən dəhşət xoşum gəlmişdi mənə, dəhşət. Ona görə mən bunu hədəf qoymuşdum ki, bunu çıxardacağım və çıxardım. Aldım daha doğrusu. Yəni bu da bəxtə çıxan bir şey deyil. Bu da yəni zəhmətlə almışıq. Burada Royal Pass'ı göstərsəm mən sizə, gözləyim bir dəqiqə. Royal Pass burada hardaydı? Royal Pass deyəm. Burada olmalıdır. RP olmalıydı burada. Efsanevi destansı diyor. Gözde buralarda bir yerde oldu.
O bir şey bak sonra terdi. RP hariç yapalım RP. Hə, mükəmməliyyətçi. Deməli dostlar, burada görünür ki, ard-arda 3 Royal Pass boyunca en yüksək rütbəyə ulaş. Yəni gördüyünüz kimi 3 dəfə açmışıq biz Royal Pass'ı. Cəmi 3 dəfə. Yəni 3 dəfə, yəni bu Royal Pass'ı açandan sonra səhv eləmirəmsə bir dəfə bonus pas açmışıq. Yenə də açacağıq. Sadəcə biraz UC yükləmək lazımdır. O da ki inşallah yükləyəcəyik. Bir dəfə Royal bonus pas açmışıq. 3 dəfə Royal Pass. Yəni Royal Pass'ında bonus pas açmamışdan qabaq mənim hesabımın kolleksiyası 29 idi. Yəni siz aradakı 10 kolleksiya böyük fərqə baxın. Yəni halal zəhmətimiz olub, biz də kasıb olmuşuq, biz də uca vurmamışıq. Yəni biz də çətin yollardan keçmişik, amma yenə hər bir kasıb uşaq mənim hesabımı istəyər. Yəni mənim hesabımı bu dəqiqə arzulayanlar var. Yəni məsələn hətta bir dostum da var ki, hesabı 57 kolleksiyadır. Deyir ki, mənə 20-30 manat ya da 40 manat ver. Bir də öz hesabı, sənə hesabımı verim. İçərisi də ki, maşallah, içərisi fulldur. Maşın desenləri var, silah desenləri, nə bilim, AVM, X-Suite. X-Suite deyil, içərisində nihayilər də var onun hesabında. Dedim ki, yox qardaş, mən dəyişdirməm hesabımı, qalsın elə bu. İnşallah bizim nə vaxtsa qismət olar, biz də nihayət çıxartarıq. Allah bizim nəsib eləyər. Video bura qədərdir dostlar. Özünüzə yaxşı baxın. Əgər videonu bəyənməmişsinizsə, bir dənə bəyən atardınız, xahiş edirəm. Çünki bəyənlər bizim üçün önəmlidir. Yəni bu hesabı tanıtaq, bu YouTube kanalını tanıtaq. Ona görə mənə dəstək olmaq üçün bir abunə və bir bəyəni atsanız, məni çox xoşbəxt edərsiniz. Başqa deyəcək bir şeyim yoxdur. Allah bütün kasıb qardaşlarımıza belə bir hesab nəsib eləsin. Amin deyirik. Hamıya sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bay bay.